Deyir ki, biri doğrudur. Deməli, sözə öncə qrammatik yox, əvvəl leksik, sonra qrammatik. Eyni zamanda 2 leksik artırıla bilər, düzdür, yox, səhvdir. 2 qrama eyni zamanda ancaq 2 leksik, 2 qrammatik şəkilçisi artırıla bilər. Həm söz önünə, həm də söz sonuna qoşula bilən qrammatik şəkilçilər var, səhvdir. Söz önü olmur qrammatiklər. Qrammatik şəkilçilər 2 funksiya daşıyır. 4 cür yazılan bəzi qrammatik şəkilçilər alınmadır. Qrammatik şəkilçilərin alınması yoxdur. İndi burada bizə deyir ki, bir söz eyni zamanda ancaq 2 leksik, 2 qrammatik şəkilçisi artırıla bilər. Səhvdir bu. Cavabımız D variantıdır. Qələm sözünə qoşulan bütün şəkil hal şəkilçisi olduğunu nəzərə alsaq, şəxs xəbərli olmayan təsirli halda xəbərli ola bilmir. Çünki bu qoşulan söz xəbər funksiyasına çıxış eləyir. Fizika dərsində müəllim adlıq, fizikanın dərsi yəli, yerlik, yönlük, qaydanı yazdı. Bu da təsir. Adlıq, yəlik, yerlik, yönlük, təsirli A variantı.